Ehtimal ve statistikadan izin nəşriyyat. Birinci suala baxaq. Deyir medianında. Median bilirik ki, artan ardıcılıq azdan çoxa doğru düzülür. Tam ortada qalan düzməliyik. Ən kiçiyi 5'dir, 5. Artan ardıcılıqda düzməliyik 7. Daha sonra 12. Yəni 12 var. Daha sonra 13. Əvvəldən və son silə-silə gedir. Ortada qalan tapmaq üçün. Bir sondan bir əvvəldən. Ortada qalan nə olur? 12. Cavab olur D variantı. Ədədi sıranın medianını tap, yəni artan sırayla düzəcəyik. 16, 27, daha sonra 43, 75, 83 və 96. Yəni əvvəldən sonuna siləcəyik. 2 dənə buradan silək, 2 dənə buradan. Ortada qaldı 2 dənə. İndi bir dənə 12 qalmışdı, 12-ni götürdük. Bəs 2 dənə qalsa nə edirik? Həmin ikisini toplayıb 2-yə bölürük. 43, üstə gəlib 75. Bərabərdir 118. 10'da 2'ye böləndə 59. Cavab olur D variantı. Üçüncü sual. Ən böyük fərqini tapan zaman ən böyük ədədi götürüb ondan ən kiçiyini çıxmalıyıq həmin cərgədəki. Ən böyük ədədimiz burada 26'dır. Üzr istəyirəm, 43 görməmişəm. Ən böyük ədəd 43'dür. Ən kiçik ədəd isə 7'dir. 43 çıxılsın 7. O da bərabərdir 36. Cavab olur E variantı. Daha sonra. Burada nə deyir bizə? 2 modalı olması üçün oksigen. 2 modalı bilirsiniz nə deməkdir? Həmin elə bir ki, 2 dənə təkrarlanan ədəd var. 2 dənə ədəddir. O təkrarlanır. Məsəl üçün, bir dənə cərgədə belə deyim sizə. Bir dənə cərgə var. Bu cərgədə 3, 2, 1, 3, 5, 7, məsəl üçün 2, 3. Buranın modası neçədir? Təkrarlanan nədir? 3. Bir dənə 3 təkrarlanır. Ən çox 3-dür. Yəni 2 təkrarlansa da baxın, 2-dən 2 dənədir. Ən çox olan hansıdır? 3-dür. 3-dən 3 dənədir. Bu bir modaldır. Çünki təkrarlanan ən çox 3-dür. Amma bura bir dənə də 2 yazsam, 2-dən də 3 dənə olacaq, 3-dən də 3 dənə olacaq. Onda deyəcək ki, bu nədir? 2 modalıdır. İkisi də bərabərdir, ən çoxdur. İndi burada bizə deyir ki, 4-cü sualda. 2 modalı olması üçün baxaq. Ən çox təkrarlanan nədir? 1, 2, 3. Ən çox təkrarlanan 7-dir. 7-dən 3 dənədir. İndi baxın, digər sayı çox olan rəqəm hansıdır? 3-dür. 1, 2. Deməli, burada 3 olsa, 3-dən də 3 dənə olacaq. Deyəcək ki, 2 dənə rəqəmi eyni sayda ən çoxdur. 2 modaldır. Deməli, burada 3 yazılmalıdır. B variantı. Ədədlər sırasının modasını tapın. Moda nə demək? Ədədlər sırasının modası ən çox təkrarlanan ədəd hansıdır? Baxaq burada. 7 var. 1, 2 dənədir 7. 7 azdır. 7-dən çox 2 var imiş. 1, 2, 3, 4. 4 dənə 2 var. Ən çox olan hansıdır? 2-dir. 2-dən 4 dənədir. Deməli, modası nədir? Bu sıranın 2. Ən çox təkrarlanan 2-dir. Ədədlər sırasının ədədi ortasını tap. Ədədi orta verilən ədədləri toplayırıq. 15, üstə gəlməsi 13, üstə gəl 9, üstə gəl 15. Bölürük ədədlərin sayını. 1, 2, 3, 4. 4 dənə ədəd var. Böləcəyik 4-ə. Yuxarıdakıların hər birini toplayanda bizdə eləyəcək 52, 52-ni də 4-ə böləcəyik. O da eləyəcək 13. Cavab olacaq A variantı. Ədədi ortası olan 9 ədədi ardıcılığı göstərin. Yəni, bunları toplayıb sayına, yəni, bax, hamısına 4 dənə ədəddir. Bax, məsələn, birinci A variantı toplayıb 4-ə bölməliyəm. Çünki 4 dənə rəqəmdir. Toplayan zaman 6 ilə 3 toplayım 9, 9-un üstünə 9, 18, 18 ilə 12, 30 eləyir. 30-u 4-ə böləndə 9 eləmir. Deməli, bu səhvdir. E variantı olmalıdır burada səhv eləmirəmsə. 6 ilə 8 toplayanda 24, üstünə 4 gələndə 28, üstünə 8 gələndə 36. 4 dənədir, 36 bölünsün 4,
Bəli, bərabər 9-a. Deməli, variant olacaq E variantı. X-in hansı qiymətində ədədə acılığın modası 12 olar? Ən çox təkrarlanan 12 olmalıdır. Bu da baxın. 12, 12. İndi burada başqa təkrarlanan var. 13 var təkrarlanan. Modası təbii ki 12 olmalı üçün 12-dən çox olmalıdır. X-in yerinə 12 yazmalıyım. B variantı. 2 ədədin ədədi ortası 15-dir. İndi baxın, 2 dənə ədədin ədədi ortası 15-dirsə, həmin ədədləri məsələn işarə edirəm A ilə B ilə. A üstə gəl B bölünsün 2 bərabərdir nəyə? 15-ə. A üstə gəl B nəyə bərabərdir? 15-i vuraram 2-yə, çarpazdan 30. Tapdım 30. 3 ədədin ədədi ortası. Məsələn, 3 ədədə deyərik C üstə gəl D üstə gəl E. Sayına bölünür 3-ə bərabərdir nəyə? 20-yə. Buradan C plus D plus E bərabərdir. 3-ü 20-yə vuracam çarpacam. Ne diyəcək? 60. 5 ədədin ədədi ortası nəyə bərabərdir? 5 ədəd A ilə B, C, D, Y-ni götürərəm. Sürətli olacaq A üstə gəl B, üstə gəl C, üstə gəl D, üstə gəl Y. 5 dənə ədədi yazdım. Bölünsün sayını, yəni 5-ə. Bunun ədəd ortası nəyə bərabərdir? Bərabərdir. A üstə gəl B-nin yerinə nə yazacam? 30. Baxın, A üstə gəl B-nin yerinə qiymət tapmışıq 30. 30 üstə gəlməsin. C üstə gəl D üstə gəl Y-nin yerinə nə yazacam? Qiyməti tapmışıq. 60. 30 üstə gəl 60 bölünsün sayına bölünür. Yəni 5. 90, 90 da 5-ə bölən zaman 18. Cavab olacaq A variantı. 4 ədədin ədəd ortası 16-dır. Yenə baxın 4 ədədin ədəd ortası 16-dır. 16-nı vuracam 4-ə qısası. 16 vurulsun 4 bərabərdir 64-ə. 2 ədədin ədəd ortası 19-dur. 19 da vuracaq 2. Eləyəcək 38. 6 ədəd deyirsə 64. Üstə gəl 38 bölünsün 6. Bu da bərabər. 64-ün təkrarlayacaq. Eləyəcək 110, 112 eləyəcək. Bəx baxaq, bircəsini. Toplayan zaman məxrəcı 6, 8-in 4, 2, 1 yadda, 9, bir də yadda, 102. Bu da bərabərdir. 102-ni böləcək 6-ya, 17. Cavab olacaq A variantı. Sual. 13, 2, 16 bir formada edir. Ən böyük fərqi. Ən böyük fərqi ən böyükdən ən kiçik çıxıram. Ən böyük 19-dur, ən kiçik 2-dir. 19 çıxılsın 2 və bərabərdir 17. Cavab olacaq C variantı. Ədədlərin ədəd ortası 12 olarsa A-nı da. Yəni bunu toplayıb hamısını. 3, üstə gəl 5, üstə gəl 17, üstə gəl 11, üstə gəlsin A. Sayına bölünür. Neçədən ədəd? 2, 4, 5. 5 dənədir. Bərabərdir nəyə? 12. Sürətdəki rəqəmləri toplayaram. Kəsəcəyimi heç buram ehtiyac yox. Çarpazdan vurarıq. 3 ilə 5 toplayanda 8, 8 üstə 17 gələndə 25, 25 üstə 11 gələndə 36. Üstə gəlməsin A. Bərabərdir. 5-i 12-yə vururum 60. A da bərabərdir. 36 digər tərəfə mənfi ilə keçir. 60-dan 36 çıxan geriyə qalır 14. 24. Üzr istəyirəm 24. Cavab olur D variantı. Deyil. Aha. Digərinə baxaq 13-cü suala. 3, 6, 7, 3, 6 formasında gedir. Ədəd ardıcılıq medianını tapın. Ədədləri artan sonra 3, birdən 3, digər 3, 5, 6, 7. Əvvəldən və sondan silərəm. 2 dənə buradan silsəm, 2 dənə sondan. Ortada qalır 5. Cavab olur C variantı. 3, 1, 5 artan medianı tap. Yəni artan sırayla düzələm. 1, 3, daha sonra yenə 3, 4, 6, 7, 8 və 12.
Bir, 2, 3 tane buradan silerik. Bir, 2, 3 tane burada. Ortada kalır 2 tane. Dedi 2 tane kalanda, bir tane kalanda. Həminə dedi götürürük. 2 tane kalanda topluyoruz. 2'ye bölürük. 4 tane 6, 10, 12, buradan da 5. Cevap olur E variantı. Dokuz nəfərlik qrupun yaş ortalaması 20. Aha. Deməli, ümumi 9 nəfərdirsə yaş ortalaması 20. Onların yaşlarının cəmliyə bərabər. 9'u vuraram 20'yə. 9 vurulsun 20 bərabərdir 180. Aha. Daha sonra bize deyir ki, bu grubun yaş orta hesabı olan 18 olan 3 nəfər çıxar. 18'i vuraram 3'ə də sırası. 18 vurulsun 3 bərabər 24. 2'ye da 5, 54. 54 aldıq. 180'dən ümumi yaşların cəmindən çıxarım 54'ü. 54 bərabərdir. Taparıq buradan neçə? 126. 126'nı tapdıq. Bunu yazdıq bir qırağa. İndi 9 nəfər idi. 3 nəfər getdi. 9 çıxılsın 3. Bərabər nəyə? 6'ya. 126'nı da 6'ya bölərəm ki, ümumi ortalamadır. 126 bölünsün 6. O da bərabərdir 21. Cavab olur C variantı. 2 ədədin ədəd ortası 23'dür. Kiçik ədəd 11 olarsa 2 ədəddir. Bir 11'dir. Üstə gəlsin. Bir ədəd bilmirik x. Bölüb 2'ye yəni sayına tapıb 23. 11 üstə gəlinsin x bərabərdir. 23'ü 2'ye vurub elib 46. X də bərabərdir. 46'dan 11'i keçərdik. Bu dəfə mənfi ilə gedir. 46'dan 11 çıxır. Qalır 35. Cavab olur E variantı. Ədədlər fəsli olan 5 olan ardıcıl cüt ədədin kiçiyini tapır. Ardıcıl cüt ədəd deyəcək biri A-dır. Birinci. Üstə gəl. İkinci A üstə gəl 2'dir. Üçüncü A üstə gəl 4'dür. Artıq cütdür. 2, 2 arta gedəcək. Digəri A üstə gəl 6. 4 üstə gəl. Digəri A üstə gəl 8. Bu formada. Neçədən ədəddir? 5'dən. Bölürəm 5'ə. Bərabər edirəm neçəyə? 20. Bərabərdir 20. İndi bizə hamısını toplayarım. Ümumi yuxarıda neçədən A var? 5'dən A. 5A üstə gəlinsin. Ədədlər toplayarım. 2 ilə 4, 6, 6'nın üstünə 6, 12, 12'nin üstünə 8, 20. Bərabərdir. 20 vuracam çarpazdan 5'ə, 100. 5A bərabərdir. 20 digər tərəfə mənfi ilə keçir. 100'dən 20 çıxanda qalır 80. A da bərabərdir. 80'i bölürük 5'ə. 80 də 5'ə bölündü. O ne deyəcək? 16. Cavab olacaq B variantı. Bizdən kiçiyini istəyəni A-nı. Ən böyüyünü istəsəydi 16'nın üstünə 8 gələcəkdi. İkincini istəsəydi 16'nın üstünə 2 gələcəkdi bu formada. Ən kiçiyini deyirdi, A-nı götürürük. Yəni 16'nı. Şagird 4 imtahandan uyğun olaraq bu qədər bal toplayıb medianı nə qədərdir? Ümumi bunları ardıcıl düzərəm artan sırayla. Median deyir çünki 220, 270, 320, 430. Bir əvvəldən silərəm, bir arxadan. Ortada qalar 2 dənə. Bunları toplayarım. Toplayıb 2'ye böləcəyik. 270 bölün üstə gəlsin 320. Bərabərdir. 590. 590. 590'da 2'ye böləcəyik. 590 bölünsün 2. Bərabərdir. 295 variant. Ədədlər sırası neçə modalıdır? Təkrarlananlara baxaq. 13'dən neçə dənədir? 2 dənə. 13'dən 2 dənədir. 3'dən neçə dənədir? 1, 2, 2 dənə. 3'dən 2 dənədir. 16'dan 2 dənədir. 2 dənə. 7 ilə də 5'dən 1 dənədir. Bunlardan 2 dənədir. Yəni bərabər hamısı çoxdur. 1, 2, 3. Deməli 3 modaldır. 3 dənə ədəddən ən çoxdur. 6 ədəddən ibarət məlumat bazasında verilənlər bu formadadır. Bunun medianı 14'ə bərabərdir. Ən böyük fərqi isə 19'dur. Aha.
Ən böyük fərqi 19 olarsa eni tap. Deməli, ən böyük fərqi tapmaq üçün en çıxılsın. Ən kiçik ədəd nədir? Bu cərgədə 6. 6 bərabərdir nəyə? 19-a. En də bərabərdir. Mənfi 6 digər tərəfə toplama ilə keçir. 16 üstə gəlsin. 19 üstə gəlsin 6. O da bərabərdir 25. Bizdən də enin qiymətini istəyir elə. En bərabərdir 25-in. Eyni qaydada en çıxılsın. Ən kiçik nədir bu cərgədə? 3. 3 bərabərdir 21. En nəyə bərabərdir? Mənfi 3 digər tərəfə toplama ilə gedir. 21 ilə 23 toplayır. 3'ü toplayırıq, edir 24. Cavab olur D variantı. 22-ci sual. Modası 14 olarsa, yəni ən çox təkrarlanan ədəd 14'dür. Yəni bura 14'üymüş. Medianın neçə vahid böyükdür? Ədədi ortası mediandan neçə vahid böyükdür? Birinci medianı tapmaq üçün mən bunu cərgəyə düzərəm, artan sırayla. Buranı artıq 14 kimi gör. X üstə gəl 3 deyə bir şey yoxdur. 14'dür bu. Çünki mənə deyir ki, moda 14'dür. Yəni ən çox təkrarlanan ədəd 14'dür. Biri buradasa hökmən, biri də burada olmalıdır. Altdan sırayla düzərəm. 5, 6, 8, 14, 14, daha sonra 19. Ədədi ortamda tapmalıyıq, medianda aralarındakı fərqə baxmalıyıq. Hansı böyükdür, hansı kiçikdir. 1, 2, 1, 2. Neyse gözden kaçırmışıq. Bir baxım bir dənə. 5, 6. Xeyr, qaçırmamışıq. İndi bu ikisini toplayıb 2'yə böləcəm. 8 üstə gəldi. 14 bölünsün 2. 22, 22'nin də 2'yə bölündü 11. Bunu tapdıq median. Bu mediandır. İndi baxaq ədəd orta. Ədəd orta üçün bu ədədlərin hamısını toplayarım. 5, 6, 14, 14, 19, 8. Bunların hər birini toplayarıq. Hamısını toplayan zaman eləyər 66. Neçə dənə var? 1, 2, 3, 4, 5, 6, 6 dənə. Bölərəm 6'ya, o da bərabərdir. 66'dan 6'ya böldü 11. Bu da ədədi ortadır. Ədədi orta. Bizə deyir bunlar necədir? Neçə vahid böyük? Bu da 11'dir, bu da 11'dir. Bir-birinə bərabərdir. Cavab olur E variantı. Digər sualda. Yəni indi baxır ədədin modası bərabərmiş 11. Yəni burada 11 dayanırmış. Artan sırayla düzək. 7, 9, 11, 11, 17, daha sonra 18. Bu formada artan sırayla düzdük. Ədədi orta tapmaq üçün bunların hamısını toplayıb sayına bölərəm. 1, 2, 3, 4, 5, 6. 6 dənə rəqəm var. Sayını yazdım. Bunların hamısını toplayırıq. Bunların hamısını toplayanda eləyir 72. 72'ni bölürəm 6'ya. O da bərabərdir 12. Bu ədədi ortadır. Ədədi orta. Medianı tapmaq üçün əvvəldən və sondan silərəm. 2 sondan sildim. 2 əvvəldən. Ortada qaldı 2 dənə. 11 ilə 11 toplayırıq 22. Bölürük 2'yə. O da bərabərdir nəyə? 11'ə. Bu da mediandır. Ədədi orta 12'dir. Median 11'dir. Nə qədər böyükdür bundan? 12 çıxılsın 11. O da bərabərdir nəyə? 1'ə. Cavab olacaq A variantı. 3 ədəddən ibarət məlumat bazasında ədədi orta həm də median 24'dən ən kiçik ədəd olarsa 24, ən kiçik ədəd 19 olarsa ən böyük ədədi tapın. Aha. Həm ədəd ortada, həm də ortada dayanan 24'dür. Ən kiçik ədəd 19'dur. Ən böyüyün verməyib x-dir. Sənə deyir x-i tap. Bizə deyir ki, həm də ədədi orta. Həm ədədi ortada 24, həm də median. Yəni bu 24 həm median olub ortada qaldığı kimi də həm də ədədi ortaya bərabərdir. Ədədi orta nədir? Ədədləri toplayıb sayına bölürük. Bölürük 3'ə. Bərabəriymiş, ədədi ortaymış bu həm də 24'də. İndi 19 ilə 24'ü toplayırıq. 19 ilə 24'ü toplayanda neysə səhv edirəm elə biləcək. Həm ədədi ortası həm də median 24. Median 24'ü yazdık ortaya. Həm də ədədi ortası 3 çoxlamaq üçün bölüş. Tamam, bu qayda da geçsin. 19 ilə 24 toplayanda 1 yazdım.
3 1 ya da 4 43. Üstə gəlsin x bərabər. 2'ni bir bunu biraz bura 3'e böl bunu 2 bir ya da 6 bir ya da 72. X de beraberdi 72 çıxılsın 43. O da beraberdi. Sadəcə D variantı. Eyni qaydada bunda yazırıq. Həm ədəd ortası, həm də medianı 36-dır. Yəni ortada dayanan 36-dır. Ən böyüyü 43-dür. Ən kiçiyini tap x. Bunların üçünü də toplayaram. X üstə gəl 36, üstə gəlsin 43. Bölərəm saylarını, yəni 3-ü. Bərabərdir. Həm də ədəd orta nəyə bərabərmiş? Median bərabər olduğu üçün. Bu da 36 imiş. X üstə gəl. 36 ilə 43-ü toplayarım. Yəni 9, 7, 79. Bərabərdir. 3'ü vuraram 6'ya 8. 1 yadda 3 dəfə üçün 9. 1 də yadda 10. 108. Bu formada yazdıq. X də bərabərdir. 79 digər tərəfə mənfi ilə keçir. 108-dən də 79 çıxaraq qalır 29. Burada da cavab olar D variantı. 26-cı sual. Bir 10 üzəri atıldıqda düşən xalların sayının tək olması ehtimalı. 10 üzərində ümumi nə qədər rəqəm var? 6 dənə. 6 dənə üzü var. Tək olma ehtimalı. Tək nədir? 1, 3, 5. 6-ya qədər 1, 3, 5-lər var. 3 dənə. Bu da bərabərdir. 3-ə ixtisar yaparsam 3-ü 3-ə bölərəm 1 dəfə, 6-nı 3-ə bölərəm 2 dəfə. 2-də 1 cavab olur B variantı. Sonra. Qırmızı. Torbada qırmızı 4 yaşıl, bir göy şar var. Ümumi nə qədər şar var? Kəsir xəttini çəkirəm. 5, 4, 1. Toplayarım eləyər 10. Məxrəcə yazaram 10. Mənə deyir qırmızı şarın çıxımı. Qırmızı nə qədərdir? 5 dənə. Sürətdə 5 yazıram qırmızı dediyinə görə. 5-i 5-ə bölərəm 1 dəfə, 10-u 5-ə bölərəm 2 dəfə. Sadələşdirdik, cavab oldu 2-də 1. C variantı. Torbada bir top çıxarsanız, onun göy rəngli olma ehtimalı 1. Qırmızının olma ehtimalı 0-dır. Yəni torbada heç qırmızı şar deyə, top deyə bir şey yoxdur. Bu məlumata görə hansı fikir yanlışdır? Torbadakı bütün toplar qırmızıdır. Xeyr. Torbada 0 ehtimalı qırmızı top yoxdur. Yanlış olan budur. A variantı. Digərlərinə baxmağa belə ehtiyac yoxdur. Şəkildəki 8 bərabər hissəyə bölünüb. 8 dənə hissə var çarxda. Məxrəcə yazırıq 8. Yaşıl hissədə dayanması üçün əlverişli hal. Yaşıl neçə dənədir? 2 dənə. Yuxarıda yazırıq sürədə 2 dənə. 2-ni 2-yə bölərəm 1 dəfə. 8-i də 2-yə bölərəm 4 dəfə. Sadələşdirdik. Sürət və məxrəcə eyni ədədə bölərək. Oldu 4-də 1. Digərində. Ümumi 8 dənə hissə var. Bu dəfə məndən istəyir göy. Bir dənə göy. Bu verir 8-də 1. Cavab olur E variantı. Aha. Burada ne deyir? Göy rəngi üzərində dayanma ehtimalını tap. Göy rəngli bir şey yoxdur. Isə bir ehtimaldır. 0. Sarı rəng üzərində dayanma ehtimalı. 8 dənə hissə var. Hamısı 8-də sarıdır. 8-də 8-ə bölünür 1. İhtimalın 1 imiş. Cavab olur C variantı. Torbada 4 yaşıl 6 ağ rəng var. Torbadan bir şar çıxarılsa, onun əvəzinə qırmızı rəngli olması ehtimalını tapın. Qırmızı rəngdə. Qırmızı diye bir şey yoktu ki. Yaşıldı, azdı. Kırmızı yoktu, heç kırmızı çıxma ehtimalı yoxdur, 0. Torbada 4 kırmızı, 6 mavi, 2 ağ şar var. Torbada hansı şarın çıxma ehtimalı 6 ilə 1-ə bərabərdir? Ümumi sayı 4, 6, 2. Toplayanda neçə edir? 12. Hamısını toplayanda edir 12. Şimdi baxın, 6-da 1-dirsə, 12-ni 2-yə böləndə 6 edir. Deməli, burada 1-dirsə, bunu da 2-yə bölüb ki, 1 alıb da. Nəyi 2-yə bölsən 1 alıb? 2-ni. 2 olan hansıdır? Ağ rəngdəkidir. Yəni, torbada 4 qırmızı, 6 göy, 2 yaşıl var. Şarların ümumi sayını dəyişərdən rənglərinə görə sayı necə dəyişmək lazımdır ki, bütün rənglərdə olan çıxma ehtimalı eyni olsun. 6 dənə göy var. 4 dənə qırmızı. Baxın, eyni olma ehtimalısı 4 qırmızıdır, 6 göy. Bu 6 göydən 2 dənəsini götürüb gətirərəm, yaşıla verərəm.
Bu da olar 4. Bu da 2 dənə gedib deyə qalar 4. Hamısının ehtimalı eyni olar. Yəni 2 dənə göyü yaşla əlavə eləsəm, 2 göy çıxıb 2 yaşla əlavə eləsəm A variantı. Hamısı 4 olar. Bütün ehtimallar bərabərləşmiş olar. Torbada ağ, mavi renkli olan 6 şarj var. Torbalardan bir şarj çıxarsa ağ renkli olması ehtimalı 6'da 1'dir. Aha. Torbadan mavi şarjın çıxma ehtimalı qırmızı şarjın çıxma ehtimalından çoxdur. Ağ, mavi, qırmızı. Mənə deyir ki, ağın çıxma ehtimalı 6'da 1'dir. Ümumi 6'dan çünki şar var. 6'da 1'dirsə ağın çıxma ehtimalı. Deməli, ağ nəyə bərabər imiş? 1'ə bərabər imiş. 1'i getdi, bu ikisinə qaldı neçə? 5. Mənə deyir ki, qırmızı şarjın çıxma ehtimalı mavi qırmızıdan çoxdur. Və bir-birinə rəqəmlər təkrarlanmır. Biri bura vermişəmsə, 2-ni qırmızıya verirəm. Bu da bundan çox 3 olur. Mavidə 3'dür. Mənə deyir ki, torbada neçə qırmızı şar var? 2 dənə. Torbada yəni eyni qaydadır. Ağın çıxma ehtimalı 6'da 1'dir. Ümumi 6 dənə şar var. Ağ 1 imiş. Yenə eyni qaydada deyir mavi şar qırmızı şarın çıxmağından çoxdur. Yenə maviyə qırmızıya 2 desəm, 1, 2, bu da 3 olar. Toplayanda da 6'ya bərabər olur. Mənə deyir mavi şar çıxma ehtimalı nə qədərdir? Ümumi 6 dənə şar var. Mavi nə qədərdir? 3 dənə. 6'da 3 ehtimalı soruşur artıq. Kəsrə verməliyim. 3'ü 3'ə böləndə 1 dəfə, 6'nı 3'ə böləndə 2 dəfə. Bu dedik 2'də 1. Yəni E variantı. Torbada ağ, mavi və qırmızı rəngdə olmaqla cəmi 6 dənə şər var. Yəni eyni qaydada ağlar 1 dənədir. Bayaqdan yazdığımız kimi. Mavi 3 dənədir, qırmızı 2 dənədir. Məndən nə soruşur? Neçə dənə mavi şər var? Mavi neçə dənəymiş? 3 dənə. A variantı. Eyni tip misalda şərti eynidir, sadəcə hərəsində fərqli şeylər istəyir bizdən. Bir oyun üzərinin bir dəfə atılmasına düşən xalın 2-dən kiçik olmaması ehtimalı. 2-dən kiçik olmamaq üçün 2-dən böyük olmalıdır. Yəni 3, 4, 5, 6. Ümumi 6 dənə rəqəm var. 4 dənəsində 2-dən böyükdür. 6-da 4. Sürekli məxrəcə 2-yə bölərəm. 4-ü 2-yə böləndə 2, 6-nı 2-yə böləndə 3. 3-də 2. Cavab olur D variantı. Bir oyun üzərinin bir dəfə atıldıqda cüt rəqəm düşmə ehtimalı. Cüt rəqəm nədir zərin üzərində? 2, 4, 6. Neçədə nədir? 3 dənə. Məxrəcə neçə yazıram? Ümumi rəqəmlər 6-nı. 3-ü 3-ə bölürəm 1 dəfə, 6-nı 3-ə bölürəm 2 dəfə. Edir 2-də 1. Cavab olur C variantı. Oyun üzərinin bir dəfə atıldıqda 8 falının düşmə ehtimalı. Bax, 1-dən 6-ya qədərdir. 8 deyə bir şey yoxdur. Ona görə cavab 0. Ehtimal yoxdur. 5 xalının düşmə ehtimalı. 5 bir dənədir. 6 dənənin ümumi şey var. Xana var, yəni üzü var. 6 rəqəmli maksimum. Maksimum yazır məhəcə. Bir dənə də 5 var həmin aralıqda. 1-dən 6-ya qədər. Bir də yazdım sürətə. 6-da 1 A variantı. Torbada 9 qırmızı, 7 mavi şar var. Güney qutudan götürdüyü qırmızı şarların yerinə mavi şarlar qoydu. İndi qutuya baxmadan bir qırmızı götürsə, qırmızı şar olma ehtimal 4'də 1'dir. Ha, qırmızı olma ehtimalı 4'də 1'dir. Ümumi qırmızım nə qədərdir? 9. Artıq 4'də 1-dirsə, 9'dan çıxaram 4'ü. Neçə qırmızı şar götürürük tapmaq üçün. Bunda da qalar 5. Cavab olar B variantı. İmtahan biletləri 1-dən 15-ə qədər nömrələnmiş. Şagirdin təsadüfən seçib edin 2 rəqəmli olmaq üçün. 1-dən 15-ə qədər olan 2 rəqəmlər hansıdır? 10, 11, 12, 13, 14, 15. 1, 2, 3, 4, 5, 6, 2, 4, 6-dır. 2 rəqəmli olmaq üçün. Ümumi neçə dənədir? 15 dənədir, maksimum 15'dir. 2, 4, 6 dənə. Altında yazıram sürətə 15'də 6. 3'ə sadələşdirərəm. 6'nı 3'ə bölərəm 2. 15'i 3'ə bölərəm 5. 5'də 2. Cavab eləyir B variantı. 4 üzəri eyni zamanda atdıqda düşən xallar cəmindən 25'ə bərabər olması ehtimalı
4 zər eyni zərman atdıqda. 4 dənə zər var. Hərəsində maksimum 6 dənədir. 4 dəfə 6 24. Heç 25 düşmə ehtimalı yoxdur. 25-24-dən çox A variantı. Ehtimal sözündə təsadüf atılması samitlərin düşmə ehtimalı. Ehtimalda neçə hərf var? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə hərf var. 1, 2, 3, 4. 4 dənə samitdir. 7-də 4. Cavab olur D variantı. Boya sözünü təşkil edən təsadüfün seçən said olma ehtimalı. Boya sözünün içərisindən ibarətdir 4. Neçə dənə said var həmin sözdə? 2 dənə. Sürətli məxrəci 2-yə bölərəm. 2-ni 2-yə bölərəm 1 dəfə. 4-ü 2-yə bölərəm 2 dəfə. 2-də 1. A variantı. Cədvəldəki ədədlərdən bir təsadüfən seçilir. Bu ədədin sadə olma ehtimalı. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə ədəd var. Məxrəcə yazıram 8. 1, sadələr seçirəm. 2, 3, 4, 5. 5 dənə sadədir. 8-də 5. Cavab olur C variantı. Torbada birdən 100-ə qədər nömrələnmiş toplar var. Bunlardan 5-in çıxma ehtimalı. Bizə baxın. Saniyə anlamıyoruz. Bu sürüşü dəfə yaxınlaşdıra bilmirəm deyə yer aça bilmirəm. Buradan yazarıq heç nə olmaz. 5-in iştirak eləməyi deyirsin. Ümumi olmaması üçün. Birinci olanları taparam, sonra 100-dən çıxaram. Məxrəcim olur 100. Birdən 100-ə qədər hansı ədədlərdə 5 istifadə olunub? 5-də yazılışında 15, 25, 35, daha sonra 45. İndi 55 qaçıb yazmır. Çünki 50-də də yazılışında 5-dən istifadə olunub. 51. Bunların hamısının yazılışında bizdən 5 istifadə olunub. İmenli 45-lərdə falan istifadə olunub ki, burada da bir 5 var. Yazan zaman 5-dən istifadə edeyim. 54, 55, 28, 59. Artıq 60-ı yazmıram. 65, 75, 85 və 95. Ümumi 5 istifadə olunanlar bunlardır. Məndən olmayanları soruşur. Olanların sayı nə qədərdir? Ümumi buranı sayıram 19 dənədir. 100-dən, ümumidən çıxıram 19-u. O dedik, olmayanları tapmaq üçün 81. Qeyd edib %81. Cavab olur E variantı. Aynur 1, 2, 3, 4 rəqəmini yalnız bir dəfə iştirak edir. 4 rəqəmli ədədləri yazıb torbaya doldurdu. Aynur torbaya baxmadan bir ədəd çıxarsa, bu ədədin təkliklər mərtəbəsində 3 rəqəmin olma ehtimalı. Təkliklər mərtəbəsində 3 rəqəmin olma ehtimalı. Təklik olma. Aha, yazırıq. Birinci 4 rəqəmini yazan zaman birinci yerə 1 yazıram ancaq. İkinci yerə 2-ni yazacağım. Hələ ki, biri dəyişmirəm. Bu mənim birinci səviyyəmdir. Yəni, birinci yazma ehtimallarımdır. Birinci yerə yazdım 1, ikinci yerə 2. 3 ilə 4 olduğu kimi düzürəm. Bu birlər dəyişməyəcək. Birinci yerdə ancaq birlər olacaq. İndi yenə bura 2 yazıram. Bura yazacağım 4-dən 3. 3-dən 4-ün yerini dəyişdim. Daha sonra 1, birin yanına bu dəfə 2-ni yazmayacağım, 3-ü yazacağım. Bura yazacağım 2, 4. Sonra birin yanına 3-ü yazacağım, bura yazacağım 4, 2. Yerlərini dəyişdirdim bu dəfə. Daha sonra yenə birin yanına bu dəfə birin yanına 2-ni yazdım, 3-ü yazdım, bir dəfə 4-ü yazacağım. 4, buraya yazacağım 3, 2, sonra yazacağım 2, 3. Formada yazdım. Bu mənim birinci hissəm. Daha sonra ikinciyə baxıram, yazma alternatifi olma. Bu dəfə əvvələ 2-ni yazacağım. Bütün hamısı 2 ilə başlayacaq. Birinci yerə yazacağım 1. 3-lə 4-ü bu formada yazacağım. 3, 4, 4, 3. İndi yazacağım bura ikinci yerə 3. 1, 4, 4, 1. Sonra yazacağım 4, 1, 3, 3, 1. Bu formada düzdür. Bu da mənim ikinciyə görə yazılışım idi. İndi üçüncü. Demin ki, burada 3-ü niyə əvvələ verirəm? Çünki təkliklər deyib mənə. Yazıram çünki məxrəc axtaracağıq biz. Əvvələ 3-ü verirəm.
Hamısına 3'ü yazıram. 3. İndi bu dəfə bunun yanına 1 yazacağım. 2 dənə. Bura olacaq 2, 4. Sonra 4 ilə 2-yi yer dəyişəcəm. 4, 2. Sonra buraya yazacağım 2, 1, 4, 4, 1 bu formada. Daha sonra 3'ün yanına yazacağım 4, 1, 2, 2, 1. Formada düzdür. Qaldı axırıncı rəqəm. 4-ə görə də eynisini eləyim. Daha sonra gedək hesablamağa. Ən axırıncı qalıb. Misal yekunlaşır. Yazacağım 4-ü birinci yerə. 4, 4'ün yanında yazacağım 1'i. 2, 3, 3, 2. Daha sonra 4'ün yanına yazacağım 2'ni. 3, 1, 3, 1, 1, 3, 1, 3. Daha sonra 4'ün yanına yazacağım 3'ü. 1, 2. Daha sonra 4'ün yanına 3, 2, 1. Bu formada bitti. Şimdi burada neçə dənə sıra var? 1, 2, neçə ədəd var daha doğrusu? 1, 2, 3, 4, 5, 6. Hərəsində 6 dənədir. Burada da 6 dənədir. Burada da 6 dənə. Burada da. Ümumi məxrəci neçə yazıram? 4 dənə hissədir. Hərəsində 6 dənə. 6 dəfə 4-ün 24. Məxrəcim oldu 24. Mənə deyir təklik mərtəbəsində neçəsində 3 işlənir. Baxaq. Burada təklik mərtəbəsi ən sonuncudur. 1, 2. 2 dənə buradadır. 1, 2. 2 dənə buradadır. Ən sonunda təklik mərtəbəsidir. Burada 3 əvvələ vermişim. Deyir, təklik mərtəbəsində yox. 0. Burada da 1, 2. 2 dənə də buradadır. 2, 2, 0, 2 toplayanda neçədir? 6. Sürüdə də yazarım 6. İxtisarına qalacam. 6-nı 6-ya böləcəm. Bir dəfə. 24-ü 6-ya böləcəm. 4 dəfə. Cavab edir 4-də 1. E variantı.